Что случилось? Поступил срочный приказ сверху. Насколько сверху? Из самого верха. Ну, что прикажешь делать? Значит, расстрелять. Они хотя бы в сознании? Сейчас посмотрим. От имени Союза Советских Социалистических Республик вы приговариваетесь к смерти через расстрел за распространение материалов, противоречащих национальным интересам и религиозной пропаганды среди мирного населения. أشهد أن لا Hoş görmüşsünüz ana kendi. Allah bunu götürmez. Allah götürmez bunu. От имени Союза Советских... То же самое. Allah size lanet eylesin. Uşaqlar, deyirəm bəlkə gəlib siz də kömək eləyəsiniz. Cahat. Ervin ad göndəyə. Bu ilə əlini ağdan qaraya vurmamalıdır, yo. Mən gələrdim. Amma səbəbkarın əyləncəsini kimsə təmin eləməlidir ya yox. Zeynəb xala, bu gəlininiz oğlunuzu çox incidir ha. Mənim gəlinimlə işin olmasın. Yaxşı az danış, oyunu oyna. Mən nə dedim ki? Qaynayır. Deyirəm nə yaxşı gəlib çıxdı Zəyə. Heç olmasa ad günündə sənin üzvü gördüm ay oğul. Biz bundan sonra çalışarıq tez-tez gələk Zeynəb xala. Siz narahat olmayın. İnşallah. Zeynəb xala, bunları zeytun yağı ilə bişirmisiniz? Bəli qızım. Mən bütün yeməkləri zeytunla bişirirəm. Necə bəyən? Yani içmeye bir şey olacak yani. Gedim aşı gətirim. Zeynəb xala, siz əziyyət çəkməyin, mən gətirərəm. Yox, gəlin, özüm gətirəcəm. Gətir Zeynəb xala, gətir. Mən də bir yandan gözləyirəm ama getsin çaxılarımızı içək də. Ay qurban sən, bir dənə sözdə öldüm mən burada. İçirsən ilkin. Yox, xahiş edirəm, mənim ərimi çizdirməyin. Biz bugün kompot içəcəyik. Bir bakal da bir bakal. Yox da, maşın bəs kim sürəcək? Yaxşı nə deyirəm? Yaxşı bir dənə sağlıq deyim də mən tez bazar. Qardaşım səni təbrik edirəm, böyük oğlan olasan. Çox danışmayacağam. Nə arzun varsa yerinə yetsin. Və gözəl insanların əhatəsində olasan həmişə. Başda mən olmaq şərti ilə. Yəni biz olmaq şərti ilə. Neysə, çoxlu pul arzu edirəm sənə. Biraz bizə də ver. Yaxşı tez elə, mamaşa gəlir. Yenə belə gözəl insanlarla oturaq, amma xaricdə. Yenə sənə çox bax.
Bunlara baxıb ağlamaqla gözümün suyu qurudu. Baban, atan, əmi. Düz deyirlər. Dərd gələndə qoşa gəlir. Ma. Axır vaxtlar qəribə yuxu görürəm. Görürəm ki, baba evin içərisində harasa qaçır. Otağın içərisində gizlənmək istəyir, amma gizlənə bilmir. Qışqırıb köməyə adam çağırır. Elə yuxum bir yerində dik açılıram. Ma, nəsə olub? Baban özünü pəncərədən atmaq istəsə də bacarmır. Açılan qapıda nəsə görür. Hə? Sən də o yuxun görsən? Yox. Atanla əmin həmişə bu yuxunu danışardılar. Atan sən yaşlarda idi. Bir gün gəlib dedi ki, o evə getmək istəyir. Nə qədər yalvardım, yaxardım, sözə baxmadı, getdi. Dayan. Bəlkə sənin də fikrindən keçir o evə getmək. Açığı gələndə fikirləşirdim ki, ora qalxam. Nə bada? Eşidirsən nə bada? Mənə söz ver ki, ora getməyəcəksən. Allah and olsun, ürəyim partlayar. Neynirsən? Səndən başqa içəsim yoxdur. Yaxşı da yana, yaxşı da narahat olma. Mən demədim ki, gedəcəm. Sadəcə dedim fikrimdən keçdi. At fikrindən at. Eşidirsən? Söz ver mənə. Söz ver mənə. Söz verirəm, narahat olma yana. Getməyəcəm. Vəssalam. Vəssalam. Hara getməyəcəksən ki? Zeynəb xala nə olub? Gəl otur qızım, gəl. Mamanın alnı niyə ki oramısan ki? Yaxşı gəldin qızım. Bax, ər-arvad ikiyüzə də deyirəm. Buradan çıxan kimi birbaşa evə, heç yerdə dayanmaq yoxdur. Eşitdiniz? Onsuz da evə gedəcəkdik də. Gecə vaxtı hara gedəcəkdik ki? Narahat olma yana. Birbaşa evə. Bunu da sizin üçün qoymuşam. Həm ev apararsınız, həm də yolda yeyirsiniz. Nə əziyyət çəkirdi Zeynəb xala? Bu qədər şey qoymusunuz. Burada bir şey yox deyə. Yeyin ağzınızda da gəlsin. Yoxsa Bakıda nə oldu yeyirsiniz? Çox sağ olun. Minnətdaram. Dəyməz. Sən də sağ ol. Qulaq as. Bayaq dediyim yadından çıxar. Sən nə görürsən? Elə bir Birbaşa evə gedirsiniz. Heç yerdə dayanmırsınız. Yaxşı? Narahat olmayın, mən qoymayacağam. Evə çatan kimi özüm sizə zəng eləyəcəm. Ma. Deyirəm, yayda işdən məzuniyyət götürüm, gəlim qalım burada. Qurban sənə buralar. Gəl. Sevinci də gətir uşaqlarda. Zeynəb xala gəlməsə özüm gətirəcəm valla. Zeynəb xala gələn səvər mənə Yeməklər kələm də super, olmaz. Zeynəb Bax deyir xala, amma super. kələm də olmaz. Ay yavaş. Özündən müğayyət olma. Sən də. Axşamınız xeyir olsun. Əsr maşın dalğası Avtoradionu eşidirsiniz. Pop musiqinin ölməz kralı Michael Nə dayandı? Siz maşında 5 dəqiqə gözləyin, mən bir yer var, ora dəyməliyim, dəyim çıxır. İlkin tərslik eləmə. Mama dedi, axı o evə getmək olmaz. Dedim, gəlmişkən bir dənə babanın evinə baş çəkim. Gedək. Bu adi.
Niyə belə elirsən sən? Başa düşmədim. Nəsə olub? Ay, nə bir dənə babanın evinə dəyim çıxıram. Babanın evi nədir İlkin? Görmüsən hamımız yorğunuz, sür gedək də Bakıya da. Ay İlkin, vacibdir ora getmək indi. Nə babam gül ya, hamımız yorğun ardım. Hayda. İlkin, nə olar, xahiş eləyirəm. Gəl qaydaq dala. Sevinç, 5-cə dəqiqə. Dedim axı. Konkret qorxu yerlərdir ya. Adamın tükləri lap biz olur. Yaxşı da. Siz burada gözləyin, gələm. Belə getmək istəyirsən sən o evə, hə? Yaxşı, nə olar? Onda mən də gedirəm səndən. Görən burada yer olar. Namazın vaxtıdır. Bəsdir də ay Vüsal. Nə namazı? Bırax bu işlərin başını. Abi sənə demişəm axı bu söhbətləri bağlı. Hə, yaxşı. Al düz deyir də. Sən də gecə-gecə söz tapırsan. Axırı psixolardı, hə? Cin şeytan eşlər gəlib sən yeyər. Hayda. Əzə birinci sən yeyəcək. Ha, o boydana Ülker xanım qala-qala məni yeyir. Cinlər, şeytanlar. Uşaqsız siz. Hayda. Bəs salam da. İlişdik də burada.